Salam əziz izləyici, Aydınlanma kanalına xoş gəldin. Bu videonu çəkməkdə məqsədim çağırışdır. Daxildən gələn bir çağırışdır. Belə deyim, ürəyim ətrafda olan yalanlara dözdü, aylarla dözdü və nəhayət qərara gəldi ki, ətrafda olan yalanların qarşısını almaq üçün bir müraciət edeyim. Həqiqət adı altında çoxlu sayda yalanlar yayıldı. Müxtəlif sosial şəbəkələrə, Instagram sosial şəbəkəsi olsun, YouTube sosial şəbəkəsi olsun, insanlar çoxlu sayda həqiqət adı altında öz səfih düşüncələrin variasiyalarını təbliğat edərək özlərini həqiqəti yayan insanlar kimi təsvir edirlər və sizin şuurlarınızda onların obrazları aydınlanmış insanlar kimi qalır. İçimdə bir çağırış yarandı, mərhəmət hissi yarandı. Aylar boyu video çəkmək istəmirdim, ümumiyyətlə paylaşmaq istəmirdim. Bir məqsədim yoxdur. Sadəcə eşidə bilən, eşidən, həqiqəti duymaq istəyən, duymağa ehtiyacı olan insanlara səslənirəm. İndi isə bu başlanğıc idi, elə bir mövzuya daxil olmadı. İndi isə biz sizinlə, yəni mən sizə aydınlanmanın nə olduğunu danışacağım. Aydınlanma nədir? Aydınlanma nədəsə fokuslanmaq deyil. Aydınlanma öz təmiz şuurunda olmaqdır. Aydınlanma öz içində bir mənliyin olmaması həqiqətini görməkdir. Sənin şuurunun içində hər bir şey mövcuddur. Hisslər, emosiyalar, düşüncələr, fikirlər. Hamısı sənin şuurunda, yəni təsəvvüründədir. Əgər hər hansısa bir obyekti görürsənsə və yaxud da ki, hər hansısa bir emosiyanı hiss edirsənsə, nəyəsə qarşı bir reaksiya, cavab yaranırsa, bu harda yaranır? Bu sənin şuurunda yaranır. İndi isə gəlin belə bir şey deyim. Türklərdə şuur bilinc adlanır. Niyə görə? Çünki türklər şuura psixoloji tərəfdən baxırlar. Şuur hər iki anlamda istifadə edilir. Həm psixoloqlar tərəfindən istifadə edilir, həm də ki, aydınlanmış insanlar tərəfindən istifadə edilir. Mistika, din, fəlsəfə baxımından şuur Allah deməkdir. Psixologiya baxımından bilinç türk sözü daha yaxındır. Çünki psixologiya deyir ki, bizim şuurumuz bilmək deməkdir, bilik deməkdir. Nəysə bilirik, bilmədiyimiz şuuraltıya çevrilir. Biliyin şəxsiyyətləşdirilmiş forması, şəxsiyyətə çevrilməsi, şəxsiyyətdən çıxış etməsi, şəxsiyyətdən hər şeyi dərk eləməsi şuurdur və anlamadıqlarımız, şuurumuzun kənarında qalanlar şuursuzluqdur. Bu, psixologiyaya görə belədir. Amma mistikaya görə şuur hər bir şeydir. İndi sizin əlinizdə tutduğunuz telefon, ətrafınıza baxırsınız, gördüyünüz hər bir şey, əşyalar, atomlar, kvantum sahəsi və s. qeyd edə biləcəyimiz, saya biləcəyimiz hər bir şey nə varsa hamısı şuurdan ibarətdir. Mistikaya görə şuur yaranılmayıb. Şuur köhnələ bilmir. Şuur hər zaman təzədir. Və aydınlanma o deməkdir ki, sən öz daxilində
bir mənliyin olmadığının fərqinə varırsan. Şuur var. Bunun içində mənlik haqqında düşüncə var. Mən bunu elədim, mən bunu elədim. Bu sadəcə şuurda, şuurun axıntısında, şuurun xaosunda yaranan bir fikirdir. Amma bu fikrin sənə aidiyyatı yoxdur. Sən bərabərsən, bərabər şuur. Sən mənlik deyilsən. Sən ağlından gəlib keçən düşüncələr deyilsən. Bu emosiyalar, bu düşüncələr, bu fikirlər sadəcə axıntıdır. Axıntının içində yaranılır, gəlir, gedir. Amma bunların heç birisi sən deyilsən. Sənin içində bir mənliyin, yəni subyektin olmadığını dərk eləməyin sənin aydınlanmağın deməkdir. Yəni ki, baxın, bu video çəkilir, kamera öz-özünə çəkir, düzdür? Spontan olaraq çəkir. Bu ekrandır. Mənim ağzımdan sözlər spontan olaraq çıxır. Bədəndə gedən proseslər spontan olaraq baş verir. Mən düşüncəsi belə spontan olaraq yaranır. Sizin şuurunuz güzgü kimidir. O, heç nəyi özündə saxlamır. Amma sizin içinizdə nə baş verirsə, yəni siz şuur, içinizdə nə baş verirsə, hamısı güzgüdə əks edilir. Sadəcə siz güzgüyə yox, güzgüdə əks olunana bağlanırsınız, onu əhəmiyyətli hesab edirsiniz, onu bərkidirsiniz deyə o sizin üçün daşlaşmaya, problemə gətirib çıxardır. Yəni hər bir şey sizin içinizdə şuurda, axıntı vəziyyətindədir. Axır gedir, güzgü əks etdirir hər şeyi. Mənlik düşüncəsini, egonu və s. və s. şeyləri belə. Ego ilə mübarizə aparmaq olmur. Nəfs mərtəbələri deyilən bir şey sadəcə şablondur. Ego deyilən bir şey yoxdur. Sən nə ilə mübarizə aparacaqsan? Bu sualı vermək lazımdır. Yəni ego yoxdursa sən nə ilə mübarizə aparacaqsan? Yoxdur ego. Nəfs yoxdur. Olmayan bir şey özü ilə mübarizə aparır. Ona görə də nəfsə, egoizmə, egoya qalib gəlmək mümkün deyil. Çünki siz təsəvvür eləyin, bax bu otağın içində siz mənə deyirsiniz ki, yaxud da ki din adamları, bu otağın içində fil var. Və o filə qalib gəlməyin mərhələləri var. Və sən o filə nə vaxtsa qalib gəlsən Allaha qovuşacaqsan. Amma mən o filə heç cürə qalib gələ bilməyəcəm. Niyə? Həmişə uduzacam. Çünki fil əslində yoxdur. Eləcə də həqiqət ondan ibarətdir ki, sizin içinizdə ego deyilən bir şey yoxdur. Subyekt yoxdur. Hər şey spontan olaraq öz-özünə baş verir. Sadəcə biz bunun fərqinə vara bilmirik. Çünki kitablar bizə yalan danışır. Özümüz də öz içimizdəki mənliyi, mən kiməm sualını verərək araşdırmaq istəmirik. Bizə elə gəlir ki, kimlərinsə bizə dediyi bizik. Halbuki biz anlamırıq ki, bizim şəxsiyyətimiz uşaqlıqdan bizə verilən reaksiyaların, bizim emosional reaksiyalarımızın, bizə verilən reaksiyaların, cavabların qarışığından əmələ gələn bir şeydir. Sadəcə budur. Və elə bil birinci düşüncə yaranır, bunun üstünə başqa düşüncələr əlavə edilir və biz buna şəxsiyyət deyirik. Sizin bədəniniz mənliksiz siz olmadan hərəkət edir. Yuxuda yatırsınız, hər şey öz-özünə baş verir, düzdür? Heç nə idarə eləmirsiniz. Oyanırsınız öz-özünə, qəlb öz-özünə döyünür, düşüncələr öz-özünə gedir. Amma yalançı dünya, dunya. Əl-Qəzali deyirdi ki, dünya uzaqdan gözəl görünən, yaxından eybəcər olan bir qadındır. Sizi hər cür vasitə ilə, hər cür fikirlə, düşüncə ilə, ideya ilə aldadır. Yəni, həqiqətə gedən yol
Bu belə bir şey yoxdur. Sən güya ki buradan çıxdın, başqa bir yerə getdin. Həqiqətə gedən yol, həqiqətin axtarışı sənin şuurunda baş verir. Sən bir yerdən o biri yerə getmirsən. Sən sadəcə şuurunda olan, şuurun güzgüsünün sühraverdi deyil. İşrakizm fəlsəfəsində deyildiyi kimi sadəcə güzgünü silməlisən. Bu da nə deməkdir? Sən şuurunda olan yalançı ideyalardan, konsepsiyalardan qurtulmalısan. Bütün ideyalar, bütün konsepsiyalar heç birisi həqiqəti əks etdirmir. İstəyir mistik olsun, istəyir romantik olsun, heç bir fəlsəfə, heç bir din tam olaraq həqiqəti özünə sığışdırmır. İstisnalar hər yerdə var. Həqiqətin özü belə istisnadır. Sənin içində bir mənlik yoxdur, ola da bilməz. Necə ki, Quranda deyilir, bir Allah var. Əgər digər Allahlar olsaydı, dünya dağılardı. Eyni şey də şuura aiddir. Tibet Buddizminə əsasən sənin şuurun təmiz güzgüdür. Hər şey əks edilir. Hətta sən əzab çəkəndə belə, sən əzabın içinə baxsan, təlaşın, narahatçılığın, depressiyanın, ağrının, acının, qəzəbin, kədərin, qorxunun içinə baxsan, analiz eləmədən, şərh eləmədən, düşünmədən, əlavə düşüncələr yürütmədən, sadəcə diqqətlə onun içinə, diqqətini yönəldib baxsan, görəcəksən ki, həqiqət də deyildiyi kimi içi boşdur. Onun içində bir şey yoxdur. Həqiqət də bundan ibarətdir ki, bunun içində bir şey yoxdur. Hər bir şey axır gedir. Bütün dinlər keçicilik üzərində qurulub. Demək istədiyim bu qədərdir, aydınlanma da bu deməkdir. Sizə danışılan başqa şeylər, sanki Allah sizə gəlib toxunacaq, siz Allahı dərk eləyəcəksiniz, hamısı yalandır. Siz Allahdan uzaq deyilsiniz ki, Allaha çatasınız, bu bir. Allah sizi heç vaxt tərk eləməyib. Quranda deyildiyi kimi o sizə yaxındır. O sizin şuurunuzdur. Siz təmiz şuursuz. Qısaca desək, formal dillə desək, bu belədir. Siz bədən deyilsiniz, bədəndə olan proseslər deyilsiniz, psixikanızın yürütdüyü proseslərin heç birisi siz deyilsiniz, şəxsiyyətin tarixçəsidir, siz deyilsiniz. Siz təmiz, hər şeyi əks etdirən şuursuz. Bunu daha dəqiq anlamaq istəyirsinizsə, məsələn, kimin istəyi varsa suallar verə bilər və s. Yəni, daha dəqiq, ətraflı danışma olar bu haqda. Bu qədər, yəni ümid edirəm ki, mənim dediyimi anladınız. Həqiqət bundan ibarətdir. Qalan heç bir şey həqiqət deyil.